O ki qaldı WhatsApp-da olan qruplara, bu qrupları açanda, yəni ki, bu günləri əlhamdülillah hamı qrup açır. Əgər Azərbaycanda 10 min, 20 min sələfi varsa, 10 min, 20 min sələfi hamıda çalışır ki, bir dənə qrup açsın. Lakin bu qrupu açan, qrupun admini, qrupun rəhbəri məsuliyyət daşıyır, qardaş. Sən böyük bir yükün altına girirsən, onu bil. Əgər sən bu qrupu açırsansa, bu hər hansısa bir internetdə səhifə açırsansa və insanları İslama dəvət edirsənsə, sən diqqətli olmalısan. Hansı insanları qrupa çağırırsan, kimlər sənin qrupundadır? Sən gələ orada paylanılan məqalələrə diqqətlə özün oxuyasan hamısını. Orada olan dərslərə özün diqqətlə qulaq asasan ki, görəsən nə atdılar ora. Bu günləri hansı dərs atdılar, kimin sözünü atdılar ora, kimin kəlməsini, məqaləsini atdılar ora. Sən təsəvvür et ki, hər hansı bir bidət olan bir məqalə atılsa ora və o bidət olan məqalədən əgər bir dənə qrupda, WhatsApp qrupunda bu günləri 100 dənə adam varsa, müsəlman iştirak edirsə, bir dənə bidət atılsa ora, o məqalə avtomatik orada olan 100 nəfər də götürür, payır başqa yerə. Və o yayılsa, kimsə ona əməl etsə, bilginər ki, qrup rəhbəri, birbaşa sən buna görə admin, cavab daşıyırsan, qiyamət gün cavab verəcəksən. Bu bidətin yayılmasında. Çünki açmısan bu qrupu. Məqsədin nədir? Xeyir qazanmaqdır, diqqətli olmalısan. Kim gəlir, kim iştirak edir, kim nə atır. Vallahi elə qruplar var ki, gün ərzində 80 dənə dərs atır, 80 dənə məqalə. Kim oxuyur onu, qardaş? 80 dənə dərs atarlar, qardaş. 80 dənə məqalə atarlar, qardaş. Bunun gün ərzində qrup rəhbərləri, adminlər bölməlidirlər. Günə 2 dənə hədis, 3 dənə hədis, günə 2 dənə ayə, 3 dənə ayə, günə 2 dənə, 3 dənə dərs. Kifayətdir, qardaş, kifayətdir. Yəni 100 dənə dərs atmaqdansa ora faydasız hamısı gəlir, ora boş-boşuna. Nəyə lazımdır ki bu, qardaş? 2 dənə, 3 dənə at ki, insanlar bundan faydalansınlar, insanlar bundan götürsünlər. Həmçinin qrupda kimi salırsan, kimlər girir, iştirak edir, bunlara hamısı diqqət etmək lazım. Çünki bu günləri fitnəkarlar çoxdur. Maskını taxır, girir, sələfi adı ilə başlayır öz xavariz fikirlərini, rafizi fikirlərini yaymağa. Bunlara görə, bu şeylərə görə ehtiyatlı olun, qardaşlar. Ehtiyatlı olun. Həmçinin qadınlara da aiddir bu. Qadınlar əgər öz aralarında hər hansısa bir WhatsApp səhifəsi açırlarsa, qrup açırlarsa, diqqətli olmalıdır ora kimi çağırırlarsa. Niyə görə bu günləri məqalələr paylanır ki, filan qrupda filan qadınlar girib qadınları yoldan çıxardırlar, xavarizliyi öyrədirlər onlara, xavarizliyi əqidəsini öyrədirlər onlara. Hamısı səbəb nədir, qardaş? Hamısı səbəb nə? Diqqətsizlik. Kimi gəldi qrupa salmaq, hər hansı kim nə gəldi məqalə paylaşmaq. Ona görə belə şeylərdə diqqətli olmalıdır və qrup rəhbərləri, adminlər birbaşa buna cavabdehliyi daşıyırlar.